Rəhman və Rəhim olan Allahın adı ilə. Ey məzlumların halından xəbərsiz olmayan! Ey məzlumların başına gələnlər üçün şahidlərin şəhadətinə ehtiyacı olmayan! Ey köməyi məzlumlara yaxın, zalimlardan isə uzaq olan! İlahi, Məhəmmədə və əhl-i beytinə salavat göndər. Öz qüdrətinlə mənə zülm edən düşmənimi məndən çəkindir. Qüdrətinlə onun mənə etdiyinin şiddətini yatırt. Onun başını öz işinə qarışdır və düşmənçilik etdiyi kəslər qarşısında onu aciz et. İlahi, Məhəmmədə və əhl-i beytinə salavat göndər və zalimin mənə zülm etməsinə yol vermə. Onun qarşısında mənə yaxşı bir köməkçi ol. Məni onun gördüyü əməlləri təkrarlamaqdan qoruyub, onun halına düçar olmağa qoyma. İlahi, Məhəmmədə və əhl-i beytinə salavat göndər və tez bir zamanda düşmənimin qarşısında mənə kömək göstər. Belə ki, ona qarşı olan qəzəbimi dərdimin dərmanı hesab etməyim və ona qarşı olan qəzəbimə son qoyulsun. İlahi, Məhəmmədə və əhl-i beytinə salavat göndər və düşmənimin etdiyi zülmün əvəzində mənə əffini əta et. Onun mənə qarşı pis rəftarının əvəzində rəhmətini mənə mükafat qərar ver. Çünki hər bir şey nə qədər xoşa gəlməz olsa da, sənin qəzəbin qarşısında çox kiçikdir. Hər bir müsibət sənin qəzəbin qarşısında çox asandır. Zülmə məruz qalmağı mənə xoşa gəlməz etdiyin kimi, məni zülm etməyə düçar olmaqdan da qoru. İlahi, səndən qeyrisinə şikayət etmirəm və səndən qeyri bir hakimdən kömək diləmirəm. Haşa ki, belə edim. Bəs Məhəmmədə və əhl-i beytinə salavat göndər. Duamı qəbul et. Vəziyyətimi xeyrə doğru dəyişdir. İlahi, məni ədalətinə qarşı ümidsizliklə sınağa çəkmə. Düşmənimi isə cəzadan xatircəm olmaqla imtihana salma. Yoxsa o, mənə qarşı zülmünü davam etdirər və haqqıma yiyələnər. Tezliklə düşmənimi hədələdiyin vədlərdən, məni isə çarəsizlərə vəd etdiyin icabətdən agah et. İlahi, Məhəmmədə və əhl-i beytinə salavat göndər. Məni istər xeyrimə, istər ziyanıma müqəddər etdiyin hər bir şeyi qəbul etməkdə müvəffəq et. Başqalarından alıb mənə verdiyin və məndən alıb başqasına verdiyin hər bir şeydə məni razı qılanlardan et. Məni ən doğru yola yönəlt və ən sağlam işlə məşğul et. İlahi, əgər haqla batilin aydınlaşacağı, düşmənlərin toplanacağı günə qədər mənə zülm edəndən haqqımın və intiqamımın alınmasının təxirə salınması mənim xeyrimədirsə, onda Məhəmmədə və əhl-i beytinə salavat göndər və öz tərəfindən mənə düzgün niyyət, tükənməz səbir verməklə kömək et. Bəyənilməyən istəklərdən və hərislərin hərisliyindən mənə pənah ver. Mənim üçün azuqə etdiyin savabı və düşmənim üçün hazırladığın əzabı qəlbimdə canlandır. Bunu mənim üçün müqəddər etdiklərinə razılıq və mənim üçün seçdiklərinə arxayınlıq vasitəsi et. Ey aləmlərin Rəbbi, duamı qəbul et. Sən böyük fəzl və ehsan sahibisən, hər şeyə qadirsən.